istəmirəm. Vəfa Şərifovanın mediada Ziba Osmanlı ilə bərabər şəklini gördüm və orada başqa bir üçüncü şəxsin şəklini gördüm. Onların nə birləşdirir kimi Heç nə birləşdirmir bizi. bir yazı gördüm. İndi onu sual verdim. Bilməyən tamaşaçılara dedim. Mən üçüncü şəxsin özü ilə də danışmışam. Onu kim yığıb? Sən yığmısan Yox, yoxsa o üçüncü sənə? şəxs özü yığıb məni. Mən heç kimlə əlaqə saxlamamışam. Sadəcə oturmuşdum bir məclisdə, mənim köməkçim Fərhad mənə bir link atdı, dedi ki, bu nədir? Önəmsəmədim düzünü. Üstündən 5-10 dəqiqə keçən kimi üçüncü şəxs mənə zəng vurdu. Təbii ki, mən üçüncü şəxsin doğru dildə deyəcəm, rəngini görməmişəm. Amma bilmirəm, bu niyə belə oldu? Onda inkar elə də bunu. Yazılanların yalan olduğunu denə. Təbii ki, prosto Təbii ki, nə? yalandır, əlbəttə ki, yalan. Siz inandınız mı bu yalandır sözünə? Yalan. Sən Allah belə yalandır təsdiqləmək olur Kəmalə xanım. Yox. Tam olaraq bilmirəm söhbət nədən gedir. Ona görə də bir fikir bildirə bilmərəm. Gerək bildiyim şeyi fikir bildirəm. Zaur bəy, mən Vəfa xanımla da danışmışam, özünə də bildirmişəm fikrimi. Xanımı hər zaman başa düşür. Hər birimiz həyatında kimsə var, təbii ki. İstədiyimiz şəxslər var, hörmət eləyəcəyimiz şəxslər var. Ailəmiz var, təbii ki. Siz ailəlisiniz. Xeyr, Evladınız var. xeyr. Heç bir vaxt ailə qurmamışsınız. Xeyr. Atanız var. Papa var, bəli. Ananız. Anam dünyasında yaşayır. Allah rəhmət eləsin. Bu o məlumat, hə. Mən bildirəm bu mövzunu. Allah qəni-qəni rəhmət eləsin ananıza. Vəfa xanım, hər birinə hörmətlə yanaşıram. Bəli. Vəfa xanımı da çox istəyirəm. Hörmətimiz var. Telefonda danışmışıq da. Nə ilə bağlı danışmışsınız? Elə bu mövzu ilə bağlı? Bəli, Nə deyib sizə? O zəng eləmişdi, siz zəng eləmişsiniz. özü zəng vurmuşdu. Vəfa Şərifova, əvvəldən münasibətiniz var idi? Yox, heç bir münasibət. Heç bir münasibət. Sizin nömrənizi tapıb, sizə zəng eləyib, bu xəbərin nə qədər doğru olub olmadığını soruşmağa, yoxsa necə? Yazılan xəbərlər. Yox, əslində bilirsiniz,